Rusiyada kütləvi şəkildə Azərbaycanlılara qarşı qanunsuzluqlar və həbslər başlayıb. Rusiyanın Ural bölgəsindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda Baku Plaza Ticarət Mərkəzinin yaxınlığında Rus polis tərəfindən qaçırılıb. Voronejdə Azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib. Xəlilov regionun ən böyük Alekseyevski bazarının həm sahibidir. Lukoil Şirkətlər Qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyevin də saxlanıldığı və məhkəməyə aparıldığı bildirilir. Rusiyada kütləvi şəkildə Azərbaycanlılara qarşı qanunsuzluqlar və həbslər başlayıb. Rusiyanın Ural bölgəsindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda Baku Plaza Ticarət Mərkəzinin yaxınlığında Rus polis tərəfindən qaçırılıb. Voronejdə Azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib. Xəlilov regionun ən böyük Alekseyevski bazarının həm sahibidir. Lukoil Şirkətlər Qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyevin də saxlanıldığı və məhkəməyə aparıldığı bildirilir.